almaq istəyirəm. Əvvəla onu deyim ki, yaradıcıya inanıram. Amma dinlərə bir qədər şübhəm var da. Niyə görə 3 dənə din böyüdüyümüzdə Yəhudilik, Xristianlıq, Müsəlmanlıq və müsəlman da deyir ki, digər dinlər dəyişdirilib. Bəs İslamın dəyişdirilmədiyi necə? Yəni hardan bilirsiniz ki, dəyişdirilməyib günümüzə qədər? Quranda Allah onu bizə söz verib. Allah bizə deyib və onun qorunmasını, qiyamətə qədər qorunmasına söz verib. Allah Subhanahu taala. Başqa heç bir kitabda belə bir şey yoxdur. Başqa heç bir səmavi kitablarda belə bir bəyanat yoxdur. Hansı ki, Quranda yazılıb, Allah Subhanahu taala özü qarantiya qoyur ki, mən Quranı qiyamətə qədər qoruyub saxlayacağam. Və əgər bir müsəlman desə ki, Quranda bir hərif, bir vergül, nə bilim, nəsə bir şey dəyişdirilmə var, o adam avtomatik dindən çıxır. Yəni bu dinin bizim dinimizə müxalifdir. Belə. Və indiyənə kimi. Buyurun, buyurun. Buyurun, tamam, buyurun, siz buyurun. Bir digər sualım odur ki, namaz qılarkən ərəb dilində oxumağa duaları məcburuqmu? Məsələn, mən öz dilimdə desəm, yaradan məni başa düşməzmi? Məsəl üçün səcdə bilirsiniz də nədir? Üzü qoyulub. Səcdə halında, namazın sonunda, salam. İşkayətən hazır yoxdur. Yox. Hər şey qaydasında. Biz bura hər şey qaydasında. Sağ ol. Tamam, yaxşı. 10 dənə gözə, bulyonda, bir dənə də qatıq. 12 manat. Üzr istəyirəm, bir saniyə. Yox, buyurun. Xırdavuz yoxdur əzizim. 2 manat oldu. Verin mən sizə 10 manat qaytarım. Təşəkkürlər. Sizin dua olsun, Allah mağazı bərəkət versin. Sağ ol. Sağ ol. Sağ ol, Allah təşəkkür. Deməli, qardaş, bu məqamlarda mən bildiyim qədər Azərbaycan dilində dua eləmək olar. Səcdə halında insanın Rəbbinə ən yaxın olan halıdır və duaların qəbul olan vaxtdır. Bir də namazın sonunda. Digər şeylər varsa, orada məsələn dualar var, Qurandan oxunuşlar var. Bunlar orijinalda olmalıdır, yəni ərəb dilində olmalıdır. Çünki onların elə mənaları var ki, heç biz onu düzgün tərcümə edə bilmirik. Məsələn, bir dənə misal deyim sizə. Ərəb dili dünyanın ən zəngin dillərindəndir. Söz sayına görə. Bizim dil isə həm ərəb dilinə baxanda, həm rus dilinə baxanda, həm də başqa dillərə çox kasatdır bizim dilimiz. Yəni biz o ərəb dilində nazil olmuş Quranı tərcümə etmək belə bizim üçün çox çətindir. Hətta tərcümə etmək belə, məna tərcüməsi. Çünki ərəb dilində, məsələn, ərəb dilində belə bir söz var, o gün mən rast gəldi. Bir əşyanın, bir cismin hərəkətdə fırlandığını, hərəkətdə, məsələn, tutalım ki, yer kürəsi öz orbiti ətrafında, həm öz orbiti ətrafında fırlanır, həm də günəş ətrafında fırlanır. Yəni, iki hərəkətdir də eyni vaxtda, həm orbitində fırlanır, həm də günəş ətrafında. Bunu ifadə edən ərəbcə söz var. Məsəl üçün də bir misal olaraq sizə deyirəm. Azərbaycanda belə bir söz yoxdur. Yəni, Quran orijinaldan oxunmalıdır. Başqa bir yöntəmlə nə deyə bilərəm sizə? Tutalım ki, Mədinədə, Məkkədə insanlar namaz qılırlar, müxtəlif insanlar, müxtəlif dillərdə danışan insanlar. Hərə öz dilində qılsa nə olar? Hərə bir cürə namaz qılacaq onda. Bəs bir digər sualım da odur ki, əgər deyirsiniz cənnət, cəhənnəm imtahandır da, amma bizim bu dünyada verəcəyimiz qərarlar da, yaşayacağımız, başımıza gələcək şeylər də əvvəlcədən bilinir. Onda bu imtahan sayılmır axı bəs. Bir çox adamlar bunu düzgün başa düşməyiblər. Bu kimin nə edəcəyi, necə yaşayacağı Allah Subhanahu taala bəllidir elminə görə. Elminə görə bəllidir. Allah Subhanahu elmindən dolayı onu bilir. Yəni kiminsə boynuna qoymuyor. Nicat gedəcək bu gün bir insanı öldürəcək. Belə bir sənin boynuna qoyulmuyor. Əgər elə olsaydı, bəli, bu ədalətsizlikdir. Allah Subhanahu taala ən ədalətli olandır. Ən ədalətli olan. Kiminsə boynuna nəsə bir şey qoyulmuyor. Sadəcə Allah Subhanahu taala öz elmindən dolayı bilir ki, kimsə günah edəcək, kim hansı günah edəcək, kim hansı yaxşı işlər görəcək. Seçim ancaq bizimdir. O sadəcə bilir. Necə ki, bir müəllim bilir ki, dərs verdiyi tələbə hansı qiymətə layiqdir. Allah Subhanahu taala ondan daha da yaxşı bilir. Belə heç kim heç nəyə məcbur olunmur. Seçim bizimdir.
Bu an nə edəcəksən sənin əlindədir. Seçim sənin